10 Mart 2026-cı il Dəniz Kənarı Park. Ev dili ilə desək, bulvarda səhərlə günorta arası yürüyüşümüz deyək. Məncə insanlar doğulduğu tarixi Allahın bir lütfüdür. Hər halda Allah məni bu tarixə layiq görüb, bu tarixdə dünyaya göz açmışam. Və bu gün mən 37-ci yaşımı qeyd edirəm. Özümə ən böyük arzum sağlam olum, gümrah olum. Düzdür, 36 yaşım biraz mənə çox ağır itki ilə üzləşdim. İnsana ən dəyərli varlıq olan anamı itirdim. Amma buna baxmayaraq yenə də həyat davam edir. Bəzən bizlərdən asılı olan səbəblər, asılı olmayan səbəblərdən insanlar məcbur yaşamağa davam etməlidir və güclü olmalıdır. Məncə insanın doğulacağı tarixi belə, Allah hər bir insanı müxtəlif təqvimin, müxtəlif günlərində dünyaya göndərib. Mən də belə başa düşürəm ki, yəqin ki, bu tarixlərdən də 10 Mart mənim üçün seçilib. Nəinki mənim üçün, hər halda yəqin ki, başqa 10 Mart tarixində doğulan insanlar üçün. Özümə isə ən böyük arzum, yenə dediyim kimi, sağlamlıqdır. Çünki həyatda hər bir şeyi qazanmaq məncə olar. Çünki Allah bəzi şeylərin, demək olar ki, həyatda 100% olacaq şeylərin 70%-ni insanın öz iradəsinə buraxıb. Qalan isə ən vacib olsun sağlamlıq isə bir lütfdür. Buna görə sağlamlığımızın qədrini bilməliyik, gümrah olmalıyıq. Və ən əsası da həyatda bizi tutacaq səbəblərdən ən vacib olan övladlarımız üçün yaşamalı, yaratmalıyıq. Çünki onlar özləri istəyərək bu dünyaya gəlməyib. Valideyn olaraq biz onların dünyaya gəlməyinə səbəb olmuşuqsa, bu məsuliyyəti də dərk eləməliyik. Onlara görə daima güclü olmaq məcburiyyətindəyik. Belə istədim ki, bu tarixə yazılsın. Çünki həyatdır. Hər günümüz, hər saatımız ümiddən gedir. Ona görə qədrini bilməliyik. İndi isə yavaş-yavaş gedək Fərəhin məktəbinə doğru. Həyat 37-ci yaş dönümə qədər çox şeylər gördüm bu həyatda. Hər düşdüm, qalxdım, köçdüm, gəldik, getdik, çox. Amma hər günümə görə Allaha şükür edirəm. Yaxşı günlər olubdur. Onların belə bir xatirəsi var. Düzdür, həmin vaxt insan bəzən fikirləşir ki, niyə belə